Bir çox sahələrdə biz gileylənirik, xüsusilə nədən gileylənirik? Rüşvətxorluqdan gileylənirik. İstənilən bir sahədə fəaliyyət göstərən insanların öz vəzifələrindən sui-istifadə edərək insanlardan rüşvət almasından, bir sıra hallarda məmur özbaşınalıqlarından gileylənirik. Bir sıra hallarda bizim gileyləndiyimiz məsələlərdən də biri bizə getdiyimiz yerlərdə, tutaq ki, bu səhiyyə müəssisəsidirsə və ya hansısa bir başqa bir müəssisədirsə, lazımi xidmətin göstərilməməsidir. Rüşvət verilmədiyi müqabildə, rüşvət alınmadığı müqabildə və ya hansısa bir digər qeyri-qanuni şirinlikləndirmə vasitələri təklif edilmədiyi təqdirdə bizə yaxşı xidmətin göstərilməməsindən gileylənirik. Əlbəttə ki, rüşvət dəhşətli bir şeydir, cəmiyyətləri çürüdən bir şeydir, insanların haqlarının əlindən alınmasına səbəb olan bir şeydir. Rüşvəti ancaq inzibati amirlik metodları ilə və yaxud hüquqi müdaxilə ilə ortadan qaldırmaq mümkündürmü? Bunu bir yerə qədər qaldırarsan, hesab edirəm ki, cəmiyyətimizdə bu mənəvi bir problemdir həm də. Bu problemlərin ortadan qaldırılmasında ideoloji, əqidəvi tərbiyənin də çox önəmi var. Əqidəvi tərbiyə nə deməkdir? İnsan həyatını müəyyən bir əqidənin tələbləri əsasında qurur. O əqidənin tələbləri ona doğruları və yanlışları göstərir. Xüsusilə gənc nəsillərin tərbiyəsi zamanı biz ailələrimizdə məyər evlad böyütdüyümüz zaman, bax bu günlərim çoxumuz uşaqlarımızı oxumağa göndəririk. Müəllim tuturuq onlara. Onların hansısa bir peşə sahibi olmasını istəyirik. Bir qismimiz isə onların hansısa bir dövlət orqanında və ya məmur aparatında işləməyini istəyirik. Biz onlara uşaqlıqdan rüşvət alma deyə bir tərbiyə veririkmi? Biz onlara uşaqlıqdan növbədə olduğun zaman insanların haqlarını çiğnəyib növbəsiz keçmə tərbiyəsini veririkmi? Biz onlara insanların haqlarını öyrədirikmi? Qarşılıqlı olaraq insanların haqlarına riayət eləməyin önəmini öyrədirikmi? Bugün hər şeyi, bəzi şeylərdə özümüzü də qınamağımız lazımdır. Çünki bizim yetişdirdiyimiz evlatlar hansı tərbiyə veririksə, onun da müqabilini görürük bir sıra hallarda. Müəyyən bir vəzifəyə gəldiyin zaman nəyin bahasına olursan ol, irəlilə, qabağa get və hər bir kəsi ayaqla və yüksək vəzifəyə nail ol. Belə bir tərbiyəmi veririk, yoxsa tam əksinə? Biz evlatlarımıza təlqin edirik ki, rüşvət, başqasının haqqına girmək, növbədən kənar keçmək və yaxud da ki, özünə aid olmayan, sənə aid olmayan, sənin layiq olmadığın hansısa bir şeyə nail olmaq, bu əslində mənəvi bir qüsurdur və mənəvi bir tərbiyədir. Bu mənəvi qüsurun ortadan qaldırılması üçün cəmiyyətdə ideoloji, əxlaqi fəaliyyətin görülməsi lazımdır. Biz əgər bizdən rüşvət alan bir məmurun qarşımıza çıxmasını istəmiriksə, biz gələcəkdə rüşvət alacaq bir məmuru evimizdə yetişdirməməliyik. Biz əgər vəzifəsindən sui-istifadə edən bir məmurun bizim haqlarımızı əlimizdən almasını istəmiriksə, biz məmur olacaq və gələcəkdə məmur olduğu zaman insanların boğazına çökəcək insanları evlərimizdə yetişdirməməliyik. Bunun üçün təbii ki, mənəvi dəyərlərin cəmiyyətimizdə çox güclü olması lazımdır. Mənəvi dəyərlərin cəmiyyətimizdə təbliğ edilməsi lazımdır. Rüşvət almağı həyasızlıq və əxlaqsızlıq bilən nəsillərin böyüməsini biz təmin etməliyik. Çünki əks halda bu tərbiyə verilmədikdə, hansısa bir məmurun başqa bir məmurla yerini dəyişməsi, vəzifəyə birinin gəlib başqasının getməsi, bu heç bir problemi həll eləmir. Biz harama nifrət edəcək nəsillər böyütməliyik. Bunun üçün Allah qarşısındakı məsuliyyətimizi və sorumluluğumuzu anlamalıyıq. Bunun üçün cəmiyyətin də Allah qarşısında bir sorumluluğu var. Cəmiyyətin də Allah qarşısında bir məsuliyyəti var. Yaxşı, Allaha inanmırsa, Tanrıya inanmırsa, bir etiqadı yoxdursa, vicdani sorumluluğu var. Vicdani tərbiyənin və əxlaqi tərbiyədə başqalarının haqqını yemənin
əslində üzr istəyirəm, nəcasət yeməyə bərabər olduğunu biz bu nəsillərimizə aşılamalıyıq, tərbiyə eləməliyik. Yoxsa şəxslərin dəyişməsi, simaların dəyişməsi bir millətin problemini həll etməz.